Yəni komandaların mükəmməl şəkildə o saat kimi işləməsi üçün bu feedback deadline mühiti formalaşmalıdır şirkətlərdə. Hər hansı bir biznesdə. Bu bir əslində bir mədəniyyətdir. Bu bir disiplindir. Çox vacibdir geri dönüşlər. Məsələn, hər hansı bir tapşırıq verirsən menecerə və bunu geri dönüşünü almırsan. Yəni get bunu elə, adam gedib eləyir və yaxud da eləmir. Bir rəhbər olaraq rəhbərlik bundan geri dönüş almır ki, bunun nəticəsi nə oldu? Bu formalaşanda o şirkət nə olur? Disiplinli bir şirkət olur. Daim inkişaf edir. Bir məsuliyyət formalaşır orada. Bu olmayanda nə olur? Bir yerdən sonra məsuliyyətsizlik yaranır o komandada. Komanda üzvü nə deyir? Onsuz mən bu işi mükəmməl görsəm də, görməsəm də məndən soruşmadılar. Yəni mən o verilən tapşırığı mükəmməl şəkildə yerinə yetirdim. Gör necə əziyyətlə onu yerinə yetirdim. Heç soruşub məndən bir çox sağ ol da deyən olmadı. O birisi də heç getdi. O eyni tapşırığı mənə də vermişlər. Digər iş yoldaşıma da vermişlər. Mən çalışıb elədim, o heç eləmədi. Heç nə dəyişmədi ki. Eyni maaşı alırıq, eyni qazancı qazanırıq. Görürsüz komandaçılıq necə məhv olur burada belə də.